demokratik, hüquqi, dünyəvi, vətəndaş cəmiyyəti qurmaq. Bu istiqamətdə mən düşünürəm ki, bütün məsələlər bizim bax, o tarazlaşdırılmış siyasətimiz buna yaxşı təminat yaradır. Yasin müəllim, nə verdi? Tarazlaşdırılmış siyasət tətbiq olundu Heydər Əliyev tərəfindən və hesab edirsinizmi ki, ümumiyyətlə əsrin müqaviləsi həmin tarazlaşdırılmış, balanslaşdırılmış xarici siyasətin ilk maddiləşmiş, yəni böyük mənada maddiləşmiş bir yəni nəticəsidir, formasıdır. Məsələ burasındadır ki, 94-cü ilin mayında bağlanan atəşkəsin bəlkə də hərbi baxımdan düşünmək olardı ki, üstünlük bizdə idi. Horadiz zonasında azad eləyə gedirdik. İrəvana tabutların sayının çoxalması ermənilər vahimiyə salmışdı. Cəbhədə fərarlik güclənmişdi. Amma ikinci problem qalırdı. Bunun arxasında güclü maddi təminat lazım idi. Sosial durum acınacaqlı idi, düzəlməli idi. Dağıntıdan çıxıb gəlirdik. Və çox haqlı